Cavanlıq olsa da baha, onun müştərisi çoxdur. Qocalığı satıram mən, qəpiyə də alan yoxdur. İtirmişəm avazımı, qışdan seçmirəm yazımı. Çəkən də yoxdur nazımı, dərd qəlbimdə min varaqdır. Neynəmişdim bu fələyə, verdi ömrümü küləyə. Dönmüşəm solğun çiçəyə, zərgər 5 günlük qonaqdır. Dostluq ağır yükdür, girmə altına. Hər yetən dost yükün götürə bilməz. Çörək dostu kasıb olsan qaçacaq, ürək dostu dostunu itirə bilməz. Dostun yolu həqiqətin yoludur. Dostun adı tarixlərdə uludur. Ürək dostu öz dostunun quludur. Dost adına ləkə gətirə bilməz. Dost var ki, dostuna qardaş tək baxır. Dost var ki, zərgərin ürəyinə axır. Dost da var, ürəyi qazan tək baxır. O dost sənə qulluq bitirə bilməz. Bəli, çoxları 100 il yaşamaq istədi. Çoxları aşıqlıq eşqinə düşdü. Çoxları özünü, üzr istəyirəm, zirvə adlandırdı, amma elə deyil. Sənətin zirvəsi öz dövründə Dədəl Əsgərdir. Çoxları aşıqlıq eşqinə düşdü. Heç biri Ələsgər ola bilmədi. Nə aşıq, nə şair, alim, ulama onun tək tarixdə qala bilmədi. Çoxları özünü eylədi yesir. Neçəsinin işi qaldı kəmkəsir. Yaşamaq istəyən oldu bir əsir. Əfsuslar 100 yaşadı olan olmadı. Budur haqq kəlməsi Abbas Zərgərin, o böyük üstaddır, zəkası dərin. Peyğəmbər simalı Dədəl Əsgərin sözündə bir kəlmə yalan olmadı. Haqq özü vermişdi sənə ixtiyar. Oldun aşıqların şahı Ələsgər. Dahilər də bilir yer kürrəsində, sənsən şeir söz Allahı Ələsgər. Neçə ustadları saldın kəməndə, o böyük adına vurğunam mən də. Zərrəcə naşılıq olmadı səndə, sənətinin qibləgahı Ələsgər. Zərgər də xudadan istədi payı. Yaşadın dünyada bir əsr boyu, etdin oğlanlara, qızlara toy, satdın elə ləl mətahın Ələsgər. Yaranandan ürəklərdə yurt salıb, Göyçəgülü bizə Göyçədən qalıb. Onu Ələsgərlər alılar çalıb, Göyçəgülü bizə Göyçədən qalıb. Orada ağ aşıq tək bir ustad olub. İmanın sinəsi boşalıb dolub, Məmməd Göyün oradan ilhamın alıb, Göyçəgülü bizə Göyçədən qalıb. Aşıq Nəcəf göz önümdə dayanıb, ürəyim alışıb odlara yanıb, müqəddəs adları zərgər dayanıb, Göyçəgülü bizə Göyçədən qalıb. O vaxt gün məni çobanlar məclisə dəvət elədi. Bir neçə gün zəng etdilər, mən getmək istəmədim, çünki uzaq idi, dağlarda idi. Axır mənə telefon